2-7 yaş. Konkret əməli? 7-12. Ay, sağ ol. Bəs formal əməli? 11-12. 12 yaş üstü də yenə yetməli. Ay, üstü. Əslində 7, 11, 12 deyirlər. 12 üstü deyək də, belə deyək, 11, 12 üstü. Dedi ki, müəllimə, deduktiv mühakimə yaranır hansı mərhələdə? Formalda müəllimə. Ay, sağ ol. Qaydadan nümunəyə gətir. Ay, sağ ol, qaydadan nümunə. Bəs deyirəm, egosentrizm yaranır, mən mərkəzçiliyi, hər şeyi özü ilə bağlayır. İlkin əməli müəllimə. Ay, Egosentrizm. aha. Sonra dedim müəllimə, təbii ehtiyac üçün ağlayır. Hər iki 0-2 yaş. Aha. Bəs dedik, özünü bütün hadisələrin mərkəzində görür. Özünü bu ilkin əməli. Ay, əla. Sonra dedik, əşyaların həcmi ilə ölçüsünü müəyyən edə bilmir. İlkin əməli. Ay, sağ ol. Sonra dedik ki, geriyə sayım edir. Konkret əməli. Aha, bəs geriyə sayım edə bilmir. İlkin əməldədir. Ay, əla. Sonra dedik ki, ağlayanla ağlayır, gülənlə gülür. Baxır ki, uşaqlar ağlayır. Baxır ki, gülür. 0-2 yaş hər iki. Ay, sağ ol. Bəs dedik ki, zehni inkişafda, belə deyək də, dəyişikliklər baş verməyə başlayır. Hansı mərhələdir? Zehni inkişaf 2-7 yaş. Yox. Hər ikidə. Zehni inkişafda, konkretdə. Demək olar ki, yəni düşüncə tərzində dəyişikliklər yaranır da, bax belə deyək, düşüncə tərzində dəyişikliklər yaranır. Bəs dedik ki, müəllimə, hansı mərhələdə idi ki, dedi ki, oyun əsasında öyrənsin uşaqlar? İlkin əməldə, rollu oyunlar əsasında. Ay, sağ ol. Bəs dedik ki, canlı ilə cansızı qarışdırır. Ona nə deyirik, hansı mərhələdədir? Animizm ilkin əməlidə. Ay, onlar nətər qarışdırırlar? Məsələn, kuklaya baxır, elə bilir canlıdır, yatızdırır, qayçıdan qorxur, elə bilir kəsəcək onu. Ay, sağ ol. Qorxurlar. Əla. Sonra dedik ki, müəllimə, sistemli düşünməyə başlayır, problemlərə cavab axtarır. Formal